Ötən il avqustun 13-də Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın Yevlax rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqı tamamlanıb. News 24 xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, istintaqla bağlı həmin dövrdə qeyd edilən tibb müəssisəsində həkim travmatoloq, ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezoloq, reanimatoloq vəzifəsində işləyən Könül Sadıqovanın öz xidməti vəzifəsini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan Nərminə Kazımovanın ölümünə səbəb olan səhlənkarlıq etmələrinə, eləcə də Sadıqovanın rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən olunub. Toplanmış sübutlar əsasında Mustafayevə Cinayət Məcəlləsinin 314.2, Sadıqova isə həmin məcəllənin 313 və 314.2 maddələrlə ittiham edilməklə cinayət işi baxılması üçün aidiyyatı üzrə rayon məhkəməsinə göndərilib.